Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar təşkil olunan xüsusi hərəkət zolaqları sürücülərin istifadəsinə verilir. Forum çərçivəsində yaradılan müvəqqəti avtobus zolaqları tədbirin başa çatmasından sonra sabahdan etibarən ləğv olunacaq və həmin zolaqlarda nəqliyyatın hərəkəti bərpa ediləcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Mayın 23-dən sözü gedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər. Bununla yanaşı bütün xüsusi zolaqlar ləğv edilmir. Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən bir küçədə həmin zolaq avtobuslar üçün ayrılıb. Amma burada bəzi istisnalar da var, hansı ki Mehdi Abbasov küçəsində çəkilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da sözü gedən küçədə ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təşkil ediləcək. Sürücülərdən diqqətli olmaları, yol nişanları olan xüsusi hərəkət zolaqlarına daxil olmamaları tövsiyə edilir. Bununla yanaşı sabahdan etibarən forumla əlaqədar fəaliyyəti dəyişdirilən marşrutların hərəkəti də əvvəlki qaydada bərpa olunacaq. Aynə tərəfindən sxemi dəyişdirilən 28 marşrut, eləcə də fəaliyyəti dayandırılan 4 ekspres marşrut yenidən sərnişinlərin istifadəsinə veriləcək. Ramal Abdullayev, Üzeyir Ağayev, Xəzər xəbər.